İmam Həsənlə İmam Hüseyin gəldilər. Dayandılar Həzrət Əlinin qabağında. Baxırlar, amma ağlayırlar, deyə bilmirlər. Baxdı sual dolu baxışlarla. Adam hərdən bilir ki, nəsə olub, amma qorxur o sözü eşitməkdən. Həzrət Əli başını qaldırdı. Dedi, Həsən Hüseyin, niyə ağlıyorsunuz? Orada bu iki balanın ikisi də eyni vaxtda dilə gəldi. Dedilər ki, ata heç nə demirik, nəfəsləri kəsilə-kəsilə. Ancaq tez özü evə çatdır. Peyğəmbər məscidinin minbəri ilə Əlinin evinin arasında məsafə nə qədərdir? Təsəvvür edin mənzərəni. Əli ayaqyalın küçəni qaçır evə tərəf. Həsənlə Hüseyin də dalıcan qaçır. Səlman deyir ki, Əli bu xəbəri eşidəndə balalarından durdu evə qaçmağa, evə qədər 3 dəfə yıxıldı, durdu. Daxil oldu Fatimənin otağına. Əmmaməsini çıxartdı başından, atdı bir tərəfə. Dizi üstə oturdu Əli, Allahın aslanı. Fatimənin başını aldı dizinin üstünə. Fənada ya Zəhra. Başladı çağırmağa. Çağırdı ya Zəhra. Fələm tükəllimhu. Cavab gəlmədi. Əsma deyir ki, gördüm Əli əlin çəkdi xanım Zəhradan. Qusul verməyi dayandırdı. Başın gəldi, dayadı divara, hönkür-hönkür ağlamağa başladı. Onların ki, anası dünyasını dəyişib, amma onlara sual verirəm, elə mən qarışıq. Bizi qoydular ki, biz anamıza qusul verəndə yaxına gedək. Ya bizə dedilər ki, siz su gətirin. Əksinə anası öləni deyərlər ki, sən kənarda qal, sən yaxın gəlmir. Amma burada İmam Həsənlə İmam Hüseyin su daşır. Deyir, cənazəni ki qoydu qabağına, baxdı, dedi ki, ya Rəsulallah, mən bu cənazə ilə neyniyim? Uşaqlar məndən analarını istəyir. Mən onlara nə cavab verim?